Hər vaxtınız xeyirli olsun. Ölkədə crowdfunding haqqında yeni qanun layihəsi hazırlanır. Layihə bu günləri Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında ikinci oxunuşda müzakirəyə çıxarıldı və ikinci oxunuşda qəbul olundu. Çıxışlarda da qeyd olundu ki, yeni qanun layihəsi ölkədə mikro, eyni zamanda orta, kiçik sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışını genişləndirəcək, eyni zamanda bu sahədə fəaliyyəti aktivləşdirəcək. İclasda həmçinin Milli Məclis Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi də təsdiqlədi. Eyni zamanda iclasda bir sıra hüquqi sənədlərə, o cümlədən vergi məcəlləsinə, gömrük məcəlləsinə, dövlət satın almaları haqqında qanuna və digər sənədlərə əlavə və dəyişikliklər olundu. İclasda həmçinin toxumçuluq haqqında, həmçinin balıqçılıq haqqında iki yeni qanun layihəsi də qəbul olundu. Çıxışlarda da qeyd olundu ki, hər iki qanun layihəsi sözü gedən sahələrin inkişafına təsir göstərəcək və xüsusilə də Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı baxımından bu qanun layihələrinin qəbul olunması, eyni zamanda beynəlxalq sənədlərə uyğunlaşdırılma baxımından hər iki sənəd məqbul sayıldı və ikinci oxunuşda Milli Məclisdə qəbul olundu. Bizim bu saata çatdıracaqlarımız bu qədər. Xəbərlərin növbəti buraxılışında isə daha geniş materialımız olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq.